Salam, mən Fəridə Alqayeva, Taimin İbtidai Riyaziyyat üzrə təlimçi müəllimi. Bugün də sizlə fərqli sualların izahını nəzərdən keçirəcəyik. İlk olaraq sualla tanış olsaq, alüminiumdan düzəldilmiş detal, kub və kuboid şəklində olmuş fiqur formasındadır. Onun ölçüləri şəkildəki kimidir və alüminiumun 1 kub santimetrinin kütləsi 2,7 qram olarsa, detalın kütləsi neçə qram olar? Biz əgər detala diqqət etsək, detal iki hissədən ibarətdir. Bir hissə kuboid formasında, digər hissə isə kub formasındadır. Və biz detalın həcmini tapmaq üçün onu ayrı-ayrı iki fiqurun həcmi formasında tapıb toplamalıyıq. Deməli, ilk olaraq buradakı kuboidi nəzərdən keçirsəm, kubun tilinin 3 sm olduğu verildiyinə görə bu hissədə də kuboidin ölçülərindən birinin 3 sm olduğunu görürük. Deməli, kubun 3 ölçüsünün, daha doğrusu kuboidin 3 ölçüsündən biri 7 sm, digəri 8 sm və üçüncü ölçü də 3 sm-dir. Onda kuboidin həcmi 7 vur 8 vur 3, 56 vurulsun 3, bu da olacaq 168 santimetrin kubu. Kuboidin həcmini tapmış olduq. Sonra keçirik kubun həcminə. Dediyimiz kimi kubun tili 3 santimetr olduğuna görə kubun həcmi V bərabərdir A kubu düsturu ilə hesablanır. 27 santimetr kubu olacaq. Deməli, nəticədə bizim detalımızın həcmi nə qədər olur? Bu hissələrin həcmlərinin cəmi, yəni 168 və 27-ni toplasaq, 195 santimetr kubu. Şərtlə bir daha tanış olsaq, 1 kub santimetrin kütləsi 2,7 qram olarsa, detalın kütləsi neçə qram olar? Deməli, burada qeyd etməliyik ki, 1 kub santimetrin kütləsi 2,7 qramdır. Biz isə 195 santimetr kubu neçə qramdır bunu axtarırıq. Uyğun tənasübü qurduq və tənasübdən x bərabərdir 195 vurulsun 2,7, yəni 526,5 qram. Yəni detalın kütləsi 526,5 qram olacaq. Növbəti suala keçid etsək, sualımız üçbucaq mövzusuna aid olan sualdır. ABC üçbucağının perimetri 25,2 cm-dir. AB və BC tərəflərinin cəmi 16, AC və BC tərəflərinin cəmi isə 17,6 cm-dir. Üçbucağın tərəflərini tapın. Biz bilirik ki, üçbucağın perimetri dedikdə onun tərəflərinin cəmi nəzərdə tutulur. Yəni, məsələnin şərtində 25,2 cm AB, BC və AC. Bu üç tərəfin cəmidir 25,2 cm. Digər şərtə diqqət etsək, AB və BC-nin cəmi 16 cm-dir. AB və BC-nin cəmi 16 cm-dirsə, 16-nın üzərinə AC-ni əlavə etdikdə 25,2 və buradan AC tərəfinin uzunluğunu təyin edə bilərik. 25,2-dən 16-nı çıxsaq, cavab alınacaq 9,2 cm. Deməli, üçbucağın AC tərəfinin uzunluğu artıq məlumdur. Sonra AC və BC cəminin 17,6-ya bərabər olma şərtini nəzərə alaq və AC-nin yerinə gətirib 9,2 qiymətini yazsam, 9,2 üzərinə BC əlavə edirik 17,6 cm. Buradan BC bərabərdir 17,6-dan 9,2-ni çıxıram. BC bərabər olacaq 8,4 cm. Deməli, BC tərəfi də artıq məlumdur. 8,4. Qaldı AB tərəfi. AB tərəfini tapmaq üçün biz üç tərəfin cəmindən BC və AC-nin cəmini də çıxa bilərik və yaxud da burada gördüyümüz kimi AB ilə BC-nin cəmi 16-dır. AB-nin üzərinə BC-ni 8,4-ü əlavə etsək 16 alınır və AB də bərabərdir 16-dan 8,4-ü çıxanda
Cavab olacaq 7,6 sm. Yəni üçbucağın tərəfləri artıq təyin olundu. Növbəti sual izahlarında sizinlə görüşərik. İşlərinizdə uğurlar.